Çünki Azərbaycanda məsələn 7-ci, 6-cı sinifdə keçdiyimiz şeyləri burada 10-cu, 11-ci sinifdə başlayırlar keçməyə. Ona görə çox kömək oldu əslində. Azərbaycanda. Orada sumkalar, bax məktəb çantaları. Orada nə var idi? Burada nə var içində? Bir dənə onu danışarsan. Hansı ağır idi? Bir dənə onu deyinə birinci. Ev tapşırığı elədin, eləmədiyin qiymət yoxdur, heç nə. 13 yaşın oldu mu işləyə, prinsipi işləməyə başlaya bilərsən. Kafedə olsun, restoranda olsun, işləyə bilərsən. Dostlar, demək Norveçdə bu iki dənə gözəl qızı çəkmə fikrinə gəldim. Demək, qeyd edeyim ki, onlar ikizdilər. 3 il bundan qabaq Norveçə köçmüşük. Yəni, Allahın bizə yetirdiyi paylardır bunlar. İkiz bacılardır. 3 il bundan qabağa qədər onlar Azərbaycanda oxuyublar. Azərbaycan məktəbləri haqqında indi və Norveç məktəbləri haqqında danışacaqlar. Demək, onlar 7-ci sinifə qədər Azərbaycanda, Xırdalanda bir nömrəli orta məktəbə gediblər və geridə qalan davamını Norveçdə davam ediblər. Sağ olsunlar, atalarını qırmadılar, razılıq verdilər atalarının YouTube kanalı üçün danışmağa. Salam qızlar. Salam. Bir də özünüzü təqdim edin. Kimsiniz siz? Salam. Mənim adım Fatimədir. Mən papanın qızıyam. 3 ildir Norveçə köçmüşük. Uje 16 yaşım var. Salam, mən Nəsrinəm. Atanın qızıyam. Bu qədər. 16 yaşım var. 3 il burada yaşayır. 13 yaşından demək burada yaşayırıq. 14. Sizin 14 yaşınız vardı, indi 16-17-nin içindəsiniz. 17. Belə. Əla, qəşəng, gözəl. Demək, 3 il bundan qabaq biz bura köçəndə siz Norveç dilini bilmirdiniz də, təbii ki, düzdürmü? Yox, bilmirdik. İngilis dili var idi? Var idi. Mənə bir dənə izah edin görək. Norveç dilini öyrənmək sizin üçün çətin olmadı ki? Yox, əslində olmadı. İngilis dilini bilirsənsə, olmur çətin. Nesin sənin üçün? Biraz oldu. Biraz çətin oldu, hə? Hə. Başa düşdüm. Demək, siz bura gəldiniz, indi hal-hazırda burada Norveç məktəbində oxuyursunuz. Neçənci sinifdə? 11-ci sinifdə oxuyuruq. 11-ci sinifdə. Son sinif neçənci sinifdir? Neçənci sinifə qədər oxuyacaqsınız? 13-cü sinifə qədər. 13-cü sinifə qədər. 7-ci sinifə qədər Azərbaycanda, Xırdalanda bir nömrəli orta məktəbdə oxumusunuz. İndi bəlkə bu sinif yoldaşlarınızdan, müəllimlərinizdən görsə sizi tanıyacaqlar. Məncə tanıyacaqlar. Hamıya salam verirəm. Bütün Xırdalanın bir nömrəli məktəbdə müəllimlərimə, sinif yoldaşlarıma, əslində məktəbdə kimi tanıyıram, hamıya salam verirəm. Salam, mənim hamısı kimi birinci nömrə məktəbimizdə, Xırdalanda. Başa düşdüm. Demək, qızlar, mən bir də deyim görüm ki, bax, birinci ondan başlayayım ki, Norveçdə oxumaq çətindir, yoxsa Azərbaycanda oxumaq? Norveçdə oxumaq asandır, Azərbaycana baxanda. Amma hər yerin plusudur, minusudur. Nesin, sənin üçün Norveç çətin idi, Azərbaycan? Biraz Azərbaycan, biraz da Norveç. Norveç nəyə görə çətin idi sənin üçün? Orada çətin sözlər var. Dilə görə, hə? Dilə görə. Bax, sən əgər indi dili qoysaq qırağa, deyək ki, sən burada doğulmuş olsaydın, burada böyümüş olsaydın, Norveç çətin olardı Azərbaycan oxumağına sənin üçün? Azərbaycan. Azərbaycan çətindir, daha çətindir. Başa düşdüm. Fatimə, sən mənə deyinən görüm ki, bax, Norveçdə, Azərbaycanda oxudunuz da, 7 sinif oxudunuz, Azərbaycanda müəllim yanına getmək, nə bilim, riyaziyyat müəllimi, ingilis dili müəllimi və s. və ilaxır və məktəbdə də oxuyurdunuz. Orada oxuduqlarınız, burada sizə ehtiyac oldu, gərək oldu? Bəli, biz Azərbaycanda 8-ci sinifdə qurtardıq. İndi isə 11-ci sinifə gedib və 8-i qurtardınız, 7-ni? 8-i. 8-də gedirdiniz. Gedirdiniz və 8-i qurtardıq. Yaxşı, hə. Deməli,
Bəli, kömək oldu. Niyə? Çünki Azərbaycanda məsələn 7-ci, 6-cı sinifdə keçdiyimiz şeyləri burada 10-cu, 11-ci sinifdə başlayırlar keçməyə. Ona görə çox kömək oldu əslində. Başa düşdüm. Nesrin, bax burada Azərbaycanda 1-ci sinifdən 11-ci sinifə qədər uşaqlar deyək ki, eyni məktəbdə oxuyurlar da adətən. Bəs burada necədir? Sizin getdiyiniz siz indi 10-cu sinifdə oxuyursunuz, düzdür? 11-ci. 11-ci üzr. 11-ci sinifdə. Sizin məktəbinizdə 1-ci sinifə gedən uşaqlar varmı və yaxud daha böyük, daha balacalar varmı? Necədir? Burada vəbşə məktəb nətərdir? Burada 3 məktəb bölürsən. Birincidən 4-ə kimi, yox 7-ə kimi. Sonra 8-dən sonra 10-a kimi bu başqa məktəb, orta məktəb. Yuxarı məktəb də Ondan, ondan 13-ə kimidir. ondan 11-dən 11-ə 13-ə kimi. Başa düşdüm. Yəni 3-4 dənə məktəbə gedirsən. Nesin məktəbə gedirdiniz ha, bax Azərbaycanda. Orada sumkalar, bax məktəb çantaları. Orada nə var idi? Burada nə var içində? Bir dənə onu danışarsan. Hansı ağır idi? Bir dənə onu deyinə birinci. Ağır Azərbaycandakı. Azərbaycandakı. Burada nə olur? Bax çantanızın içində nə olur adətən? Nə isə? Hə. Orta məktəbə gedəndə iPad olur. iPad. Sonra kitablar olmur. Kitablar olmur. Bir də dəftər lazımdırsa. Lazımdırsa dəftər. O da həmişə yox, hə? Arada bir. Arada bir. Kitab necə? Kitab yoxdur. Bu orta məktəbdə kitab yoxdur. Amma böyük məktəbdə. böyük məktəbdə, Hə, ondan 13-ə qədər olan məktəbdə. orada kompüterlər var, bir də kitablar var. Yəni sumkozlar demək adətən iPad olur, bəzən də dəftər olur, hə? Bəli. Bəs Azərbaycanda nə olurdu sumkozun içində? Kitablar 5 dənə, bir də dəftərlər. Fatimə neçə dənə olurdu kitablar? 9 dənə kitab var idi. 9 idi, 12 idi kitab var idi. Və hər gün ən azı 5 kitab çantanda olmalı idi. Və plus dəftər, vərəq. Dəftərlər olmalı idi. Olmasaydı, Başa düşdüm. Qiymət necə? Qiymət verirlər burada? bəli, qiymət verirlər. Məsələn, Azərbaycandan 1-dən 5-ə qədər də ən yüksək 5-dirsə, burada isə 6-dır. Bəs qiyməti neçənci sinifdən başlayırlar verməyə? 8-ci sinifdən. 8-ci sinifə qədər qiymət yoxdur. Yoxdur. Bəs 8-ci sinifdən sonra necə qiymət verirlər? Hər gün qiymət yazırlar yoxsa? Yox. Əslində təkcə belə prövədə, testlər olanda qiymət verirlər. Amma belə gündəlik heç nə qiymət yoxdur. Ev tapşırıq elədin, eləmədin qiymət yoxdur. Heç nə. Təkcə testlər. Dostlar, bu arada kanalımıza abunə olun, videomuzu paylaşın zəhmət olmasa. Ya şərhlər, suallarınız varsa şərhlərinizə suallarınızı verin. Şərh bölümündə suallarınızı verin. İmkan dairəsində çalışacağıq cavablandıra. Nesin, bəs neçə dənə dil dərsi keçirsiniz? Neçə dənə xarici dil dərsi keçirsiniz? Norveçdən başqa? İspan dili. O da həftədə 2 dəfə eləyirik, dərs olur. İngilis olur? İngilis yox. Bu böyük məktəbdə yox, amma orta məktəbdə olur. Hə, yəni böyük məktəb deyəndə 10-dan 13-ə o qədər olan sinifi böyük. Nə deyirsiniz? Norveçcə ona adı nə deyirsiniz? Videoqoyun demək. Videoqoyunda. Hə, burada artıq ingilis dili dərsi keçmirsiniz də, hə? Yox, Bəs ingilis dili yoxdur indi 10-dan 13-ə qədər? 11-dən 13-ə. 11-dən 13-ə qədər yoxdur. İngilis dili var. İngilis dilindən başqa hansı dil keçirsiniz Nesrin? Xarici dil, İspan dili? Yox. Sonra bir də alman dili. Alman dili. Kim nə istəyirsə ki. Fransızca da seçə bilərsiniz. Fransız orta məktəb var idi, amma indi yox. İndi yoxdur, Böyük hə? məktəbdə yox. Amma ingilis dili burada uşaqlar hamısı bilir də, düzdür? Bəli. %100 hamısı bilir. Bəli. Hə. Və qızlar, gün ərzində neçə dərs keçirsiniz? Neçə dənə fəndən dərs keçirsiniz? Arada bir fərqli olur. Max burada 4 dərs keçirik o yüksək məktəbdə. Ən çox gün ərzində 4 dərs keçirsiniz, hə? Hə. 4 fəndən dərs keçirsiniz. Arada bir olur 3 ya 2.
Bəs bir də görsən evə gəlirsiniz də, dərsin ortasında deyirsiniz ki, evə gəlirsiniz. O nədir? O belə deyək, indi 11-ci, 13-cü sinifə qədər dərsin, yəni ki, günün ortasında məktəbdən gəlirsən evə. O nə deməkdir ki, sən 1 saat və yaxud 2 saat, məndə 2 saat 20 dəqiqədir. Verilən fasilə, istəyirsənsə dərs oxuyursan, nə istəyirsənsə eləyirsən dərs İstəsən məktəbdə arası. qalırsan, istəsən evə Bəli. gəlirsən, istəsən çıxıb başqa yerə gedirsən, gəzirsən, Bəli. nə edirsən də, yəni öz işindir, hə? Öz işindir, hə. Free tid, azad Azad saat, saat. azad Hı. dərs. Həftədə neçə dənədir o free tid? Baxır, sinifə baxır. Mən indi başqa sinifdə oxuyuram, neçə başqa sinifdə. Mənim sinifimdə həftədə 3 dəfədir. Məndə arada bir olur bir dənə. Başa düşdüm. Bəs burada müəllimlər əsəbləşə bilirlər heç belə uşaqların üstünə ya nəsə belə şeylər, belə hallar olur. Olmur. Əslində olmur, heç olmur. Bunlar burada rahat yaşayırlar deyə olmur. Belə deyərdim. Bəs Azərbaycanda müəllimlər əsəbləşirdi heç uşaqların üstünə. Var idi. Deməzdim ki, yox idi. Var idi. Olurdu, Nesrin səndən? Olurdu. Amma burada elə şey yoxdur da, hə? Yox. Yox. Onu da deyim ki, dostlar, qızlar ikisi də üzgüçülüklə məşğuldurlar, ciddi şəkildə. Sağ olsun, Azərbaycanda olanda Mehdi müəllim var idi, İran Azərbaycanlısı. Hal-hazırda İngiltərədə yaşayır. Buradan ona salamımızı yetiririk. Eyni zamanda da Sumqayıtda Faiq Əsgərov var. Allah ona can sağlığı versin ona da. Həmçinin ona da eyni zamanda salamımızı yetiririk. Uzun zamanda Faiq müəllimin yanına gediblər uşaqlar. Əla məşqçidir. Demək, orada üzgüçülük məşğul olublar və burada da gəlib davam edirlər. Və Fatimə eyni zamanda məktəbdən sonra üzgüçü müəllim kimi, müəllim də yəni, hə? Müəllim kimi işləyir, məşqçi kimi işləyir, işləyə bilər. Yəni 11-də oxuya-oxuya uşaq da işləyə bilər. Bir danış Fatimə bu haqda, necə olur? Bu nətərdir? Həftədə nə qədər işləyirsən? Uşaq bildiyim qədər həftədə maksimum 8 saat işləyə bilər. Bizim kimi studentlər. Burada 13 yaşım oldu mu, 15 yaşım oldu mu? 13 yoxsa 15? 13. 13 yaşın oldu mu, prinsipi işləməyə başlaya bilərsən. Kafedə olsun, restoranda olsun, işləyə bilərsən. Amma saat fərqi var. Məsələn, 13-15 yaşında işləyirsənsə, 6 saat işləyirsən maksimum həftədə. İndi mən isə 16 yaşındayım deyə 8 saat həftədə işləyə bilirəm. Amma sizin maaşınız biraz aşağı olur da, düşüyor olur da. Bizim maaşımız, belə deyim, əgər fərqi yoxdur, yəni biraz o birilərindən aşağı olur da. Bəli. Bəs tətili vaxtında da işləyirsiniz də, işləməyə ixtiyarınız var da, işləyə bilərsiniz, düzdürmü? Bəli, onda sən 80% pul qazanırsan. 100% yox, 80%, hə, başa düşdüm. 80%. Neçə qiymət yazırlar da sizə, hə? Hə. İndi qiymət alırsınız. Neçədən neçəyə qədər? 1-ə 6-ya kimi. 1-dən 6-ya qədər. Eyni zamanda da 1 plus, 2 plus, 3 plus, ya mənfi, ya 5 plus, ya 5 minus belə şey rəqəmlər də var da, hə? Hə, var. Özü böyük qiymətlər sayılır, hə? Ev tapşırığı verirlər indi sizə? Arada bir verirlər. Azərbaycanda çox vermişdilər, amma buna işte arada bir verirlər. Baxmırlar ki, heç dinləmirsən, dinləməmirsən. Sadəcə tapşırığı verir, istəyirsən elə, istəyirsən eləmə. Hə. Dostlar, bu arada kanalımıza abunə olun, şərh bölümündə şərhlərici suallarınızı verin. Qızlar, bir sual verin. Bax, ikizə də verirəm bu sualı, bir cavab verin. Fatimə, səndən başlayaq. Azərbaycanda oxumaq istəyərsən burada? Maraqlı sualdır. Çox deyə bilmərəm əslində. Bəlkə 51% Norveçdə oxumaq istəyirəm, 49% Azərbaycanda. Nesin sən? 100% olanda, 100% olanda Norveçdə. 100% sən Norveçdə oxumaq istəyirsən.
Fatimə, niyə 51-49, niyə 51 Azərbaycan, Norveç, 49 Azərbaycan? Çünki Azərbaycanda belə deyim, yaşından tez şeyləri keçirlər və biraz maraqlıdır. Amma burada isə biraz ləng prosesdir və o prosesi daha da uzatırlar ki, adama biraz çətinlik gəlir. Məsələn, burada dediyim kimi Azərbaycanda 6-cı, 7-ci sinifdəki şeyləri burada 10-da, 11-də başlayırlar keçməyə. Və mən adam hansı ki 6-cı, 7-ci sinifdə o şeyləri keçmişəmsə və burada gəlirəm, onları təzədən eşidirəm və başqa cür eşidirəm. Mən уже başlayıram hər şeyi çaşdırmağa. Ona görə 49% Azərbaycanda və bəli. Biz Azərbaycanda o cür bax müəllim yanına gedirdik, bax biz gedirdik. Səhər-səhər aparırdım sizi məktəbə, maşınla aparırdım məktəbə. Məktəbdən gəlirdiniz, çal-çaparaq gedirdik evə, abed edirdik, günorta yeməyi yeyirdik. Demək olar ki, yemirdik. Hə, ondan sonra gedirdik, çal-çaparaq aparırdım sizi müəllim yanına. Oradan da gəlirdiniz, Xırdalandan deyirdik üzü Sumqayıta, hər gün Sumqayıta üzgüçülüyə, hər gün. Bəzi günlər həftənin 6-cı günləri olmurdu. Bazar günləri istisna olmaqla hər gün Sumqayıta üzgüyə gedirdik. Hə. Bəs o cürünə çal-çaparaq həyatda deyirsən ki, sən Azərbaycanda 49% verirsən Azərbaycana. Bəli. Mən o həyatı daha sevirdim ki, sən indiki həyatım. Demədim ki, indiki həyatım daha pisdir, yox, hələ şey demirəm. Amma Azərbaycan doğma yeridir deyə və orada hər şey doğmadır deyə Azərbaycan daha üstünlük verirəm, daha çox istəyirəm, ona görə oranı seçirəm. Bəs qızlar, burada din dərsləri necədir? Din zad dərsi keçirsiniz, olur elə şeylər? Mən bildiyim qədər burada başqa dinlərdən də, yəni İslam dini, Xristian dini və digər dinlərin nümayəndələri də olur. Bu səbəbdən orta məktəbdə din dərsləri keçirilir? Bəli, keçirilir. Dərinliyə girmirlər, amma olur, bütün dinlərdə xəbərlərimiz olur. Belə keçirilir. Sizdə də Nesrin? Sizdə də olur din dərsi keçirsiniz? Hə, bəli, biraz. Böyük məktəbdə keçmir bunu, amma orta məktəbdə keçir. Yəni bu məktəbə qədər 10-cu sinifə qədər keçirdiniz, hə? Bəli, 11-dən 13-ə qədər keçirir. Başa düşdüm. Qızlar sağ olun, çox sağ olun. Atan qırmadınız, razı oldunuz. Təşəkkür. Siz də sağ olun, kanala abunə olmayı yadınızdan çıxmasın. Nesrin sağ ol, Fatimə sağ ol. Sağ olun.